Sanam kanalımızın değerlisine için Power BI kursumuzun bu dersinde Power Query Editor'da format emrini öğreneceğiz. Power BI desktop editörümüzü açaq ve bu ders için istifade edeceğimiz bu Excel faylımızı açaq. Burada biz order breakdown listini yani tabını istifade edeceğiz. Onu Power Query Editor'a yükleyeceğiz. Yani blank report. Buradan get data, Excel workbook ve həmin hissəmi, Excel'im olan hissəni açıram. İki dənə görürsüz tab gəldi, yəni iki dənə listi. Biz bundan hansını seçəcəyik? Dediyim kimi, order breakdown. Seçirik order breakdown, transform data və Excel faylımızın həmin listi, yəni həmin tabında olan datalar Power Query editorumuza yükləndi. Burada baxın, Transform tabına gəlirik və burada format əmri var. Formatın üstündə aşağı doğru bir üçbucaq simvolu var. Bu o deməkdir ki, bunun daxilində hər hansı bir menyular, yəni alt funksiyonallık var, yerləşir. Baxın, kliklədim. Burada görürsünüz lowercase, uppercase, capitalize, each word və s. menyular mövcuddur. Yəni indi buna aid olan PDF-də baxaq görək hansı nə iş görür. Uppercase mətni böyük hərfinə göstərir. Lowercase mətni kiçik hərfinə göstərir. Capitalize each word hər bir sözün ilk hərfini böyük edir. Trim mətndəki qabaq və son boşluqları silir. Clean mətndəki görünməyən simvolları təmizləyir. Yəni Excel'i buna yükləmədən əvvəl buradan delete edək. Bağlayaq Power Query editorumuzu. Uppercase-nə lowercase-ə aid və capitalize each word-ə aid. Bir dənə gəlin hər birinə aid bir nümunə edək. Excel'imizi açaq. Buradan bu olsun kiçik hərflə, bu olsun kiçik hərflə və bunu kiçik hərflə edək. Bunu kiçik hərf, kiçik hərf edək. Bir dənəsini də edək. Test edə bilməyimiz üçün. Uppercase, lowercase, capitalize each word üçün bunu elədik. Bir dənə də trim üçün gəlin edək bir şey. Trim nə iş görürdü? Boşluqları sinirdi. Mətndəki qabaq və son boşluqları sinirdi. Yəni, misal üçün burada əvvəlində boşluq buraxaq. Bir-iki dənə. Bunda sonda bir-iki dənə boşluq buraxaq. Bunda əvvəldə boşluq buraxaq. Bunda əvvəldə boşluq buraxaq. Hər iki tərəfdə buraxdıq burada. Əvvəldə buraxdıq. Və sonda buraxdıq. Bunu yaddaşa verək. Ctrl S.
İndi buradan yeniden onu yükləyək. Seçirəm bu tabı, Transform Data. İndi gəldim burada transformu tabına və burada format əmrində. Misal üçün seçirəm Product Name sütunu. Formatda lowercase edirəm. Hər biri baxın kiçik hərflə olacaq. Sonra gəlirəm formata uppercase edirəm. Baxın bütün hərflər böyük hərfə çevrildi. Daha sonra capitalize each word, yəni hər bir sözün baş hərfi böyük hərflə olsun. Baxın hər bir sözün baş hərfi sadəcə böyük hərf oldu. Sonra gəldim bura trim edirəm. Baxın bəzi sütunlarda görürsünüz əvvəldə, sonda boşluqlar var. Özüm bilərəkdən test üçün bunu eləmişdim. Trim edək. Baxın boşluqları sildi. Daha sonra clean nə iş görürdü? Mətndəki görünməyən simvolları təmizləyir. Sonra add prefix əvvələ belə də prefix, yəni başlıq əlavə eləyir. Gəlin buna baxaq. Misal üçün pre böyük hərflə yazaq. Pre tire qoyaq. Defis ok. Baxın əvvəlinə prefiks əlavə elədi. Pre defisi. Sonra seçirəm format add suffix, yəni sona suffix əlavə elə. Buna da yazıram misal üçün tire suffix. Baxın burada sona gördüyünüz suffix əlavə etdi. Format haqqında bu dərs deyəcəklərimiz bu qədər. Hər hansı bir sual olarsa videonun altına rəy bölməsinə qeyd edə bilərsiniz. Və hər dərs olduğu kimi bu dərsdə mən istifadə etdiyim nümunə Excel faylını videonun altına yerləşdirəcəm. İstəyən hər kəs oradan yükləyib üzərində nümunələri tətbiq edə bilər. Əgər videoların faydalı gəlirsə bəyənməyi, kanalıma abunə olub paylaşmağı unutmayın ki, çox insan baxıb faydalana bilsin. Növbəti dərslərimizdə görüşənədək.